Salam, dəyərli abituriyentlər. Sizi növbəti dərsimizdə xoş gördük. Zəhmət olmasa kanalımıza abunə olun və bizi bu YouTube üzərindən dinləyərək, dərslərimizi mütəmadi izləyərək özünüzü inkişaf elətdirə bilərsiniz. Dərsə başlamazdan öncə Türkiyə xalqına və Türkiyə dövlətinə təyyarə qəzasında şəhid olan hərbiçilərin rəhmət diləyirik və başın sağ olsun Türkiyə deyirik. İndi isə bugünkü dərsimizin mövzusuna keçirik. Bugün, əgər xatırlayırsınızsa, əvvəlki dərslərimizi izləmişsinizsə, isim bölməsini tam olaraq izah edib bitirmişdik. Bugünkü mövzumuz isə article mövzusudur. Article haqqında ilk öncə qısa bir məlumat verim ki, article mövzusu hər bir dilin qrammatikasında olan bir mövzu deyil. Bir sıra dillərdə var ki, bunlardan da biri ingilis dilidir. Və article ingilis dilində sadəcə ismə aid bir xüsusiyyətdir. Ola bilər, deyə bilərsiniz ki, sifətlərin qarşısında işlənir, amma sifətlərin qarşısında işləndiyi zaman substantivləşmə yaradır. Misal üçün, old, qoca sifətdir, the old olur qocalar. Əslində o sözün kökü the old people-dır. Sadəcə the old people olmadan da o mənanı verdiyi üçün the old toplu isim olur. Eyni şəkildə the young, the rich, the wealth, the wounded, the homeless və s. Bunu siyahını uzada bilərik. Amma məsələ ondan ibarətdir ki, biz article mövzusundayıqsa, burada yenə də ismi vurğulamalıyıq. İsmi daha yaxşı bilməliyik ki, article daha yaxşı başa düşək. Niyə görə? Çünki article birbaşa ismin tərkib hissəsidir. Xüsusi bir nitq hissəsi də deyə bilərik buna ki, bu da sadəcə ismə aid olan bir nitq hissəsidir. İndi gəlin görək ingilis dilində hansı artikellar var. Deməli, ilk başlayırıq an indefinite article-dan, yəni an qeyri-müəyyənlik artiklı. Amma bunu başlamamışdan öncə artikel haqqında ümumi bir qısa məlumat verim ki, biraz anlayış formalarsın. İngilis dilində an ki, görürsünüz burada artıq, an artiklı mövcuddur. Bir də ki, z artiklı mövcuddur. Bu artikelları daha dərindən başa düşə bilməyimiz üçün onların soy kökünə baxmalıyıq. Yəni, bu an artiklı hardan yarandı? İlk dəfə dildə istifadə olunarkən ondan əvvəl istifadə olunan sözün kökü nə olub? An artiklı yaranmış olaraq one, yəni bir sözündən yaranıb, one sözünün şəkil dəyişmiş forması da deyə bilərik. Məhz elə buna görədir ki, an artiklı yalnız one miqdar sayı olduğu üçün sayılan countable single noun, yəni sayılan tək isimlərlə işlənir. Yəni, an artiklının yalnız sayılan tək isimlərlə işlənmə səbəbi an'ın one sözündən yaranmasıdır. Z artiklında isə bilirik ki, sayılan, sayılmayan, tək və cəm heç bir fərq olmadan bütün müəyyən olan və qarşı tərəfin başa düşdüyü hansı isimlə danışıldığını başa düşdüyü isimlərin qarşısında işlədirik. Və z artiklı an artiklından fərqli olaraq xüsusi isimlərlə də işlənə bilir. Amma xüsusi isimlərdə müəyyən fərqlər var. Yəni, bütün xüsusi isimlərlə deyil. Bir sıra xüsusi isimlərlə işlənir, bəziləri ilə isə işlənmir. Onların xırdalıqlarına indi dərsimizin içərisində bir-bir baxacağıq. Z artiklını, yenə də deyirəm, niyə müəyyənlik deyilir ona? an bir deməkdir, hər hansı bir mənasını verir. Yəni, kitab, hər hansı bir kitab. Oğlan, hər hansı bir oğlan, hər hansı bir qız, hər hansı bir stol, hər hansı bir stul, ümumiyyətlə o anlayışı, o adı daşıyan bütün əşyaları, onların ümumi xüsusiyyətindən danışarkən işlədirik. Z artiklı isə müəyyənlik artiklıdır. Mən qələm dediyim zaman, qələmi mənə ver dediyim zaman, Nəzrin xanım əlində tutmuş olduğu o qələmi gətirib mənə verəcək ki, siz qələm istədiniz. Çünki mən qələmi mənə ver dediyim zaman o hansı qələmlə məni dinləyən odur və hansı qələmi istədiyimi anladı. Ona görə qələm sözü burada
müəyyən isimdir. Və niyə müəyyəndir? Çünki Z artiklı da bir kökə sahibdir. Onun kökü isə işarə əvəzlikləridir. Hansı işarə əvəzliyi? This, that, təklərlə, tək isimlərlə işlənən və these, those, o, bu işarə əvəzliklərinin cəm forması. Biz bilirik ki, this və those'dan sonra işlənir plural noun və this və that-dən sonra isə işlənir single noun. Elə məhz buna görə də biz deyirik ki, Z artiklı sayılan, sayılmayan, tək, cəm, bütün isimlərlə işlənə bilir. İndi isə gəlin ən başa keçək və EN artiklının işlənmə yerlərinə hansı cümlələrdə işlənir, onlara, istisnai hallar nədir, onlara baxaq ki, siz bunları daha yaxşı mənimsəyin və testdə daha sürətli işləyə bilin. EN artiklı one, yəni bir miqdar sayının törəməsidir. Hər hansı bir mənasını verir və bəzi istisnalar xaric yalnız sayılan tək isimlərin qarşısında işlənir. Baxın, burada dedik, bəzi istisnalar xaric. Baxın, o istisnalar nədir? Birazdan onu da vurğulayacağıq. Davam edirik. A bird, a sofa, a piece, an artist, an egg və s. A bread sayılmayan isimdir, eynən işlənməz. A money, pul sayılmayan isimdir, eynən işlənməz. An advice, məsləhət sayılmayan isimdir, və yaxud an artiklı ilə işlənə bilməz. Artiklı, burada görürsünüz və an var. Artiklı samit səslə başlayan, bir daha vurğulayıram. Baxın, samit səslə, qara hərflərlə yazmışam. Samit səslə, hərflə deyil. Bəzən hərf samit olsa da səs sait ola bilir və yaxud da əksinə ola bilir. Ona diqqət edin. An artiklı isə sait səslə başlayan, sayılan tək isimlərin qarşısında işlənir. Bu dediyimiz səs məsələsini nümunədə də görəcəksiniz. Baxırıq, a car, a university. Baxın, ilk hərf U hərfi normalda sait hərfdir. Amma tələffüz U ilə olduğu üçün, samit səslə olduğu üçün işlədirik. A university, a uniform, eyni şəkildə, a unit, a shop, a deer. Anlə olanlara baxsaq, an apple, an umbrella, an item, an hour. Baxın, saat sözündə H samit hərfdir, amma tələffüzdə saitlə tələffüz olduğu üçün an işlədirik. An hour, an impression. İsim sifət ilə gələrsə, an artiklı sifətdən əvvələ keçmiş olur. Amma və yaxud an olması sifətə görə təyin olunur. Artiklın ümumiyyətlə varlığı isə sifətdən sonra gələn ismə əsasən verilir. Misal üçün, an artist, bir rəssam. Artist sayılan isimdir, ən-dən işlənib, sait səsləndir. İndi ikisinin ortasına sifət daxil olduğu zaman famous, samit səslə tələffüz olunduğu üçün an e-yə keçir. Amma yenə də artiklının orada var olması artist sözünə görədir. A famous artist. An umbrella, çətir. Umbrella sözünə görə an işlənib. A big umbrella, əni e-yə dəyişdik. Niyə? Çünki e-dən sonra tələffüz olunan ilk səs samitdir. Amma bu e-nin burada var olmasının səbəbi yenə də umbrelladır. Burada umbrellas olsa bu e işlənməyəcək. Yəni, sifətə görə sadəcə yoxsa an olması təyin olunur ilk səsləndiyi üçün. A man, an honorable man. A doctor, an honest doctor deyirik. Bəzi sayılmayan isimlər sifətlə işləndikdə an artiklı qəbul edir. Bayaq demişdik, bəzi istisnalar xaric. Bax, o budur. Breakfast, lunch, dinner, supper. Diqqət elədirsə 4 dənə yemək. Bir dənə time, zaman sözü. 3 dənə də təhsillə əlaqəli. Knowledge, bilik, education, təhsil və experience, təcrübə. Təhsil alıb təcrübəyə gedirsən. Bu formada yadınızda saxlayın. Bu 3 söz
Qarşısında sifət gələrsə, an artiklı ilə, üzr istəyirəm, 8 söz. Qarşısında sifət gələrsə, an artiklı ilə, sifətsiz tək işlənərsə, tam olaraq artiklsız işlənir. Misal üçün, breakfast, to have breakfast. Amma deyirəm ki, a delicious breakfast, to have a delicious breakfast. Time, artiklsız işlənir. I have time to do something. Və yaxud da deyirəm ki, I have a good time at the seaside. Experience, a strange experience. Strange sifət gəldi, eynən işlətdik. Education, a high education. İndi gəlin görək, article bir neçə isim ard-arda gələrsə, hansı ismə aid olur? Əgər iki isim gəlib, ikisinin ortasında of və yaxud hər hansı başqa bir söz önü gəlibsə, ən öndə gələn article sözünündən əvvəlki ismə aid olacaq. Misal üçün, a piece of cake. Article piece'in hissəsidir. Bir hissə tort. A loaf of bread, a pair of jeans, a bunch of grapes, a lamp of sugar, a pinch of salt, a basket of apples, a bucket of water. Əgər xatırlayırsınızsa, isim bölməsində də bu birləşmələr qarşımıza çıxmışdır. Orada öyrənmişiksə, burada artıq bizim işimiz rahatdır ki, söz önündən əvvəlki hissələr ölçü, çəki, yəni sayılmayan və cəm isimlərin toplum miqdarını bildirən isimlər, numerativ sözlərdir və sayılır, enlə işlənirlər. Yox, iki isim ard-arda gəlib, aralarında vergül yoxdur və yaxud da hər hansı bir söz önü yoxdursa, bu zaman article ikinci ismə aid olacaq. Çünki birinci yerdə duran isim ikinci ismi təyin edən adjektiv xüsusiyyətindədir. Adjektiv deyil, demirəm adjektivdir, adjektiv xüsusiyyətindədir. Yəni ikinci ismi təyin edir. Misal üçün, a furniture shop. Furniture mebel, sayılmayan isimdir, düzdür? Onu biz heç vaxt e'ndən işlətmirik. Amma furniture'ni görən kimi də e'n artiklını silməyin, ha bax. Furniture'dan sonra shop gəlib. Deməli, artiklı yazarkən ondan dərhal sonra gələn sözə deyil, ifadəyə tam baxmaq lazımdır. Söz önü gəlirsə, söz önündən əvvələ, söz önü gəlmədən vergül falan, bağlayıcı yoxdursa, o zaman sonuncu gələn isim varsa ona baxırsınız. Furniture shop, artiklı shop'a aiddir. An information desk, information sayılmayan isimdir. Biz onunla e'n artiklı işlətmirik. Amma an information desk məlumat partası. A police car, polis toplu isimdir, isimlərdən bilirik. Cəm isimlərdə e'nlə işlədə bilmirik, amma car təkdədir. Polislərin bir maşını. Physics lab, physics fən adları sayılmır və e'nlə işlənə bilməz, amma laboratoriya sayılır, e'nlə işlənir. A power station, a cardboard box, an airmail letter, a gold ring və s. Davam edirik. Cümlələrdə e'n artiklı ilə işlənən qeyri-müəyyən isimlər aşağıdakılardır. Yəni, indi sizinlə hansı cümlə tiplərində, hansı mövqedə gələn isim qeyri-müəyyən isimdir və onları biz sayılan tək isimdirsə, mütləq e'n artiklı ilə işlətməliyik. Baxırıq, birinci, bir şəxsin kim, nəçi və necə olduğunu, bir əşyanın nə, necə olduğunu bildirən cümlə tipləri. Baxaq nümunələrə. He is a teacher. O müəllimdir. İstənilən peşə sahibinin peşəsini deyərkən orada işlədirik. Heç vaxt he is the teacher deyə bilmərik. He is a good teacher. Sifət də gəlsə yenə də oldu. This is an expensive telephone. Bu bahalı bir telefondur. Have, has, have got, has got. Var, malik olmaq mənasında işlənən və have-li digər birləşmələrdə have-dən sonra gələn isim sayılan tək isimdirsə, mütləq e'n artiklı ilə işlədirik. Misal üçün, I have a dog. I have a clever dog. He has got a piano. He has got an expensive piano. Hər iki halda istər sifətlə, istər sifətsiz artiklından istifadə etmiş olduq. Növbəti cümlə tipimiz there is, there are cümləsi.
There is there cümləsi bilirik ki, 3 hissədən ibarətdir. There is there var mənasını verən hissə, ondan sonra gəlir isim, yəni var olan isim, ondan sonra da gəlir sözönlü məkan. Sözönlü məkanı hər zaman müəyyənlik artikli ilə işlədirik, Z artiklında deyəcəyik, amma ortada gələn isim hər zaman qeyri-müəyyəndir. Sayılan tək isim kimi verilən isimləri en artikli ilə işlədəcəyik. There is a tree in front of the house. There is a big tree in front of the house. Ümumi məlumat verən və tərif edən cümlələrdə an elephant has a big trunk. Filin böyük bir xortumu var. Yenə həzli birləşmədir burada. A dictionary consists of a lot of definitions. Bir lüğət çoxlu izahlardan ibarətdir. Dictionary, yəni lüğətin tərifini verdiyimiz üçün lüğət sözü burada qeyri-müəyyən isim kimi götürülür. Such, quite, rather, with, like, as kimi mənasında sözləri olan cümlələrdə bunlardan sonra gələn isimlər qeyri-müəyyəndir və hər zaman sayılan tək olduğu təqdirdə en article ilə işlədirik. Nümunələrə baxırıq. He asked such a question və yaxud da he asked such a difficult question that nobody could answer. O elə çətin bir sual verdi ki, heç kim cavab verə bilmədi. Such a question. Suchdan sonra heç vaxt Z artikli işlənmir. Ya zero artikli olur, yəni cəm isimdir, sayılma isimdir, artiklsız işlədirik. Sayılan tək isimdirsə mütləq en artikli olmalıdır. There was a man with a long nose in the hall. Zalda uzun burunlu bir kişi var. With a long nose. He cut the apple with a knife. O almanı bıçaq ilə kəsdi. It was quite və yaxud da rather a beautiful picture. Buradan bir haşiyə çıxıb, rather'da, sadəcə rather'da article rather'dan əvvəl də gələ bilər. It was a rather beautiful picture, amma quite'da yox. It was a rather beautiful picture və yaxud da it was rather a beautiful picture. Quiet sözündə isə it was quite a beautiful picture olur. He speaks English like a native speaker. O İngilis dilini yerli natiqlər kimi danışır, yerli bir natiq kimi danışır. He works as an engineer in this factory. O bu zavodda mühəndis kimi işləyir. He is a clever student as his brother. O öz qardaşı kimi, buradakı as kimidir. O öz qardaşı kimi ağıllı bir tələbədir. Əzəz. Biz bunu sifətin dərəcələrində bağlayıcı kimi əzəz ortasında adi dərəcənin işlənməsini keçəndə də keçəcəyik və conjunction bölmələrində də keçəcəyik. Quite olduqca deməkdir. Article ondan sonra işlənir. Misal üçün, quite a difficult question. Zərfdir bu. Quite a difficult question. Quite a big city. Quite a nice room. Quite a quiet street. Baxın, T hərfi sonda gələndə quiet, sakit mənasını verir. Bu sifətdir. Quite a quiet street. Olduqca sakit bir küçə. Quiet, sakit deməkdir. Article ondan əvvəl işlənir. O sonluqlara diqqət eləyin. A quiet street, sakit bir küçə. A quiet baby, sakit bir körpə. A quiet city, sakit bir şəhər. A quiet room, sakit bir otaq. A quiet student, sakit bir tələbə. En artiklı bir mənasında işlənir və one sözünü əvəz edir. Baxaq, a kilo equal to 1 kilo. Yəni, a kilo, 1 kilo eyni şeydir. İstənilən formada deyilir, amma heç vaxt ümmüşlək, gündəlik həyatda 1 kilo demirlər, deyirlər a kilo. A liter, 1 liter əvəzinə, a pound, 1 pound, a manat, 1 manat, a minute, 1 minute, an hour, 1 hour, a hundred, 100, a thousand, 1000 mənasında işlədilir. Lakin, təbii ki, burada istisnai hal var. Once a week, once a day, once a year, həftədə bir dəfə, gündə bir dəfə, ildə bir dəfə
kimi bu ifadələrdə eyni məna verməsinə baxmayaraq one sözü ilə əvəz olunmur. Bu da dilin belə deyək də nitq mədəniyyətinə uyğun olaraq nitq ahənginə uyğun gəlmədiyi üçün ingilis dilində bu işlədilmir. Yəni once, one week diqqət edirsiniz düzgün alınmır. Once, one day deyə bilmirik. Deyirik, amma tələffüzümüz çox da yaxşı alınmır. Once a week, once a day, once a year formasında işlədirik. Sayılmayan və cəm isimlər EN artiklı qəbul etmir. Lakin onların ölçü, çəki, həcm və kəmiyyət bildirən sözləri EN artiklı qəbul edir. Burada EN one mənasında işlənir. Biraz əvvəl də baxmışdıq. Bread, a loaf of bread. Advice, a piece of advice. Flour, a sack of flour. Jeans, a pair of jeans. Grapes, a bunch of grapes. Gloves, a pair of gloves. Pair sözü isimdə keçəndə demişdi. Yalnız iki tərəfli isimlərlə işlənir. Gloves, əlcəklər. İki əlin əlcəyi nəzərdə tutur. 7. E artiklı bəzi kəmiyyət sözlərinin tərkib hissəsi olur və isimlə əlaqəsi olmur. Yəni, bəzi sabit birləşmələr var ki, misal üçün, a lot of, a number of ifadələrində, a great deal of, a few, a little, a hundred, a thousand, a million, a billion. Buradakı e artikelları sözün tərkib hissəsidir. Onun onlardan sonra gələn cəm isimlə heç bir əlaqəsi yoxdur. Yəni, ismi bu artikellara görə tək yaza bilmərik. Bunlardan sonra cəm isim gələcək. Artikelsız işlənmə hər hansı bir mənasını verir və qeyri-müəyyənlik bildirir. Eynən E artikelində olduğu kimi. Müəyyən istisnalar xaric, yalnız sayılmayan və cəm isimlər artikelsız işlənir. Deməli, məsələ nədir? Əgər bayaqdan saydığımız qeyri-müəyyən hallar ki var, həmin o qeyri-müəyyən olan isimlərin yerində cəm isim olarsa və sayılmayan isim olarsa, biz EN artiklı işlədə bilmirik. EN artiklı işlədə bilmiriksə, deməli orada heç bir artikel, yəni zero artikel olacaq. Heç bir artikel işlətmirik. Bəzən abituriyentlərin çaşdırdığı cəm isimli sayılmayan da eyni ənlə işlənmirsə, Z işlənəcək. Xeyr. Cümlədə zeri zera cümləsində have, has, have got, has got cümləsindən sonra isim gəlib, amma isim cəmdir və yaxud da sayılmayandırsa, o yenə də qeyri-müəyyən olaraq qalır və qeyri-müəyyən olaraq qaldığı üçün biz orada Z artikelini işlədə bilmərik. Bu zaman zero article halı, yəni artikelin olmaması halı ortaya çıxmış olur. Baxın, they are teachers. Bayaq demişdim ki, she is a teacher. Amma indi deyirəm, they are teachers. Eyni strukturlu cümlədir. Teachers cəmdə olduğu üçün E artiklı işlənmədi. Cəm olduğu üçün orada zero article, yəni artikelsızlıq oldu. They are good teachers. It is bread. Çörək, sayılmayan isimdə işlətmədik. It is delicious bread. He has got cattle. Onun malqarası var. Cattle toplu isimdir və toplu isim olduğu üçün EN artiklı ilə işlənmir. Və it was such delicious soup that I drank 2 bowls. O elə dadlı bir sup idi ki, mən 2 kasa içdim. Delicious soup. Saçdan sonra normalda sayılan tək isim gələndə EN artiklı işlədirdik. Soup sayılmayan isim olduğu üçün EN artiklı işlətmirik. Davam edirik. Bəzi söz birləşmələri həmişə EN artiklı ilə işlənir. Bu birləşmələr o deməkdir ki, o söz birləşməsi bir neçə sözdən ibarət olan expressiondır. Orada E artiklının isimlə və yaxud da hər hansı bir qayda ilə əlaqəsi yoxdur. Onun tərkib hissəsidir. Misal üçün, have a rest, istirahət etmək. I want to have a rest deyirəmsə, restinlə burada rest və yaxud da ki, the rest deyə bilmərəm. Bu birləşmədir. Burada hər zaman a rest olmalıdır. In a loud noise, yuxarı səslə. Have a headache, başı ağrımaq. Have-in birləşmələri, bunu mövzunun içində də demişdik. It is a pity və yaxud da what a pity, təəssüf ki. At an early age var. Bir də qarşımıza çıxacaq at the age of. Have a bath, vanna qəbul etmək. Have a shower,
duş qəbul etmək, yuyunmaq. In a low noise, aşağı səslə. Please speak in a low noise. Zəhmət olmasa aşağı səslə danış. In a line, sırada. In a row, cərgədə. In a queue, sırada. Bax, bu birləşmələri biz burada öyrənirik. Sadəcə bizə article mövzusunda deyil, sözünü bölməsində də, prepositionları keçəndə də bu birləşmələr qarşımıza çıxacaq. Davam edək. Have a cold, xəstələnmək. Go for a walk, gəzmək. It is a shame, eyibdir. In a hurry, tələsmək. Give a ride, gəzdirmək. To give a lift, aparmaq. It is a pleasure, xoşdur. To have a walk, gəzmək. Have a look, baxmaq. An artiklı bu qədər. Gəlin, sadəcə bu an artiklının öyrəndiyimiz hissəsinə aid bir neçə testin üzərində də praktika eləyək, təcrübə eləyək. Ondan sonra keçək Z artiklına və Z artiklından da sonra təbii ki bizim artiklsızlıq, yəni xüsusi isimlərin artiklla işlənməsi olacaq. It was nice brown coat. Baxın, it was, it to be feili gəlib. Ondan sonra nice, gözəl, brown, qəhvəyi, coat sayılan təksimdir. Deməli, sayılan coat təkstimə görə onu təyin edən sifətlərdən əvvələ artiklı artırırıq. It was a nice brown coat. For boy of 15 yaşlarında bir oğlan üçün. Yəni, konkret bir oğlandan, hansısa müəyyən olan, sənin, mənim, bizim, sizin, onların tanıdığı bir oğlandan danışmırıq. Ümumiyyətlə, ortalama deyir ki, 15 yaşlarında bir oğlan uşağı üçün çox gözəl bir kurtqadır. Ona görə boy orada sayılan təksim olduğu üçün hər ikisi artiklı olmuş olur. Yəni C variantı. İkinci testə baxıram. I am not journalist. Mən deyirəm ki, I am a teacher. Mən müəlliməm. O birisi də deyir ki, I am a journalist. Amma mən inkar edirəm ki, I am not a journalist. Yenə də inkar da olsa, peşədən danışdığım üçün orada artiklı işlənir. İkinci hissəsində I am just an ordinary reader. Mən sadəcə sıradan bir oxuyucuyam. Reader. Yenə də nə məşğuliyyətinin adını, peşə deyil də reader, məşğuliyyətin adını sayılan təksimdən verdiyim üçün ordinary sayı səslə tələffüz olunduğu üçün an artiklı ilə ifadə edirəm. Deməli oldu. I am not a journalist, I am just an ordinary reader. An D variantı olmuş olur. Üçüncü testimizdə there was time for a cup of tea. Baxın, there was time, zaman. Time burada zaman mənasındadır. Qarşısında da heç bir sifət gəlmədiyi üçün sayılmayan isimdir. Mən onu artiklə işlədə bilmərəm. Orada olur artiklsızlıq halı. Zero article. A cup of tea isə sayılmayan ismin müəyyən bir həcmini ifadə edən numerativ söz kimi işləndiyi üçün a cup of tea deyirəm. Boşluq və a cup of tea D variantı olmuş olur. Növbəti 3 testə baxaq. Father bought interesting book. Ata yeni bir, gözəl bir, maraqlı bir kitab aldı. Deməli, atanın kitab alması qeyri-müəyyən idi və deyəndən sonra müəyyənləşdi. Bu cümlə qeyri-müəyyən olduğu üçün an interesting book. And və sadəcə kitab almayıb. Görürsünüz, davamından xəbərim yox idi, bilmirdim nə alıb. İndi baxıram. And notebooks. Notebooks da qeyri-müəyyəndir, amma cəmdədir. Cəmdə olduğu üçün an artikli işlədə bilmirəm. Deməli olacaq an interesting book and notebooks for me yesterday. Dünən mənə maraqlı bir kitab və dəftərlər aldı. Cavab oldu an və boşluq D variantı. Is she teacher or doctor? Or bağlayıcısı ilə it, be və yaxud da şəxs əvəzliyi və to be-dən sonra gələn peşə bildirən isimlər or bağlayıcısından bağlanırsa, ayrı-ayrılıqda hər ikisi artiklə işlənəcək. Is she a teacher or a doctor? D variantı olmuş olur. To sit near a girl was a kind of
nəyinsə növündən danışarkən istifadə olunur. Ona görə hər zaman birləşmə kimi a kind of article ilə işlədilir. Punishment in their school. Deyir ki, bir qıza yaxın oturmaq onların məktəbində cəzanın bir növü idi. Burada ümumi qanun qaydadan danışıldığı üçün konkret şəxsləri ifadə eləmir, kimisə müəyyən edib göstərmir. Qeyri-müəyyəndir və qeyri-müəyyən sayılan tək isim olduğu üçün article ilə hər ikisi də işlənmiş olur. Cavab olur D variantı. Little Linda was a small girl. Baxın, Little Linda to be feili mübtədadan sonra yenə sayılan tək isim gəldiyi üçün təbii ki, burada da article işlənir. Little Linda was a small girl with kind, mehriban mənasındadır. İsmin qabağında gəlib burada sifət kimi is cəmdə olduğu üçün zero article. With'dən sonra normalda qeyri-müəyyən isim gəlir. Amma sayılan tək isim olanda article işlənir. Sayılmayan və cəm isim olanda isə o artiklesızlıq halını özlərinə götürür. Cavab deməli orada ikinci olur boşluq. And thin nose. Burun sözü sayılan tək isim olduğuna görə orada olacaq thin nose. Deməli boşluq və C variantı. To give advice is easier than to follow it. Məsləhət vermək ona əməl etməkdən daha asandır. Məsləhət advice sayılmayan isimdir, qeyri-müəyyəndir, amma sayılmayandır. Qeyri-müəyyən olduğuna görə artiklesız işlənəcək və sayılmayan olduğuna görə eyni zamanda. Çünki burada konkret bir məsləhətdən danışılmır. Ümumiyyətlə deyir ki, ifadə edir ki, məsləhət vermək ona əməl etməkdən daha asandır. Ümumilikdə danışır. Konkret mənim şagirdlərə və yaxud da hansısa bir valideynin öz övladına verdiyi məsləhətdən söhbət getmir. May I give you piece of ifadəsi də biraz əvvəl dərsin içində də verdik. A piece of, a slice of, a bunch of, a bowl of və s. birləşməkdir. A piece of advice həmin o kəmiyyət sözlərinin olan a piece of, a slice of, a bowl of birləşmələrində ofdan sonraki isim onsuz da artiklesız işlənir. Çünki sayılmayan isimdəndir. A piece of advice oldu. Deməli, sadəcə ortada bir dənə artiklı olan A variantı olmuş olur. Gəldik Z müəyyənlik artiklına. Z müəyyənlik artiklı dərsin əvvəlində də dediyimiz kimi müəyyən olmasının səbəbi ondan ibarətdir ki, Z müəyyənlik artiklı this, that, with, those işarə əvəzliklərinin qısaldılmış forması kimi ortaya çıxmış bir artikldır və ona görə də bunun adı müəyyənlik artiklıdır. Misal üçün, niyə müəyyənlik? Deyirəm ki, bu qələm, this pen, instead deyirəm the pen. Yəni, this pen deməkdən, these pens deməkdən deyirəm ki, the pens are in my hand. Mənim əlimdədir və s. Gəlin, baxaq qaydasına. Z artiklı həmin deməkdir. Müəyyənlik bildirir və əvvəldən haqqında məlumat verilmiş, yəni müəyyənləşmiş bütün isimlərin qarşısında işlədilir. Qısa olaraq belə deyək. Bəzən abituriyent deyir ki, danışan adam hansı isimdən danışdığını bilir də, niyə qeyri-müəyyəndir? Müəyyən olsun. Bir ismin müəyyən olması həmin ismin danışana deyil, danışanı, yəni siz məni dinləyirsiniz. Mən bir ismin adını çəkəndə o isim sizə də məlumdursa ki, mən konkret olaraq hansı isimdən danışıram, o zaman o Z ilə olur. Misal üçün, desəm ki, the flag of our country, bizim ölkəmizin bayrağı, artıq sizin gözünüzün qabağına, baxın, düşünürsünüz bayrağı. Göy, qırmızı, yaşıl rəngdə olan 3 rəngli bayrağımız gəldi. Çünki siz də bilirsiniz ki, mən o bayraqdan danışıram. Ona görə müəyyəndir və Z işlətdik. Davam edirik. The house, the money, the chairs, the men, the boys, the girls, the city, the bread, the music, the news, the cattle, the scissors. Diqqət eləyin. Sayılan, sayılmayan, tək, cəm, bütün isimlərin qarşısında Z
işlətdik. Aşağıdakı qaydalarda Z artiklının işlənməsi halları verilir. Gəlin görək, hansı hallarda biz, hansı cümlələrdə Z artiklı işlədirik. Birinci cümlədə işlənən isim ilk dəfə haqqında məlumat verdik və o cümlədə qeyri-müəyyən idi. Sonra həmin isim haqqında təkrar ikinci məlumatı verəndə o isim müəyyən isim olur və Z artiklı ilə işlənir. Misal üçün, I have bought a shirt today. Bayaq almaqla bağlı my father bought an interesting book and notebooks demişdi. Və ilk cümləni onunla verdik. Sonra the book was about deyəcəyik. Nəyəsə haqqındadır. Burada I have bought a shirt today. Mən bugün bir köynək aldım. The shirt is very expensive. Köynək çox bahalıdır. Hansı köynək? Birinci cümlədə əvvəlcədən sənə dedim axı ki, bugün bir köynək almışam. Deməli, ona görə deyirəm ki, the shirt, həmin köynək, həmən köynək çox bahalıdır. Birinci cümlədə işlənən isimlə əlaqəli isimlər Z artiklı qəbul edir. Misal üçün, birinci cümlədə qeyri-müəyyən kimi işlənən exam sözü. We had an exam last week. Keçən həftə bizim imtahanımız oldu. Sonra deyirəm ki, the questions were easy. Suallar asan idi. Niyə suallar müəyyən isim olur? Çünki əvvəldə dediyim imtahanda düşən suallardan, yəni əvvəldə qeyri-müəyyən kimi verilən ismdən və yaxud da ismin tərkib hissəsindən ikinci cümlədə, üçüncü cümlədə danışırıqsa, artıq onun özü də eyni zamanda tərkib hissəsi də müəyyən olduğu üçün Z artiklı ilə işlənəcək. Davam edirik. Özündən sonra sözönlü ifadə ilə müəyyənləşən isimlər. Yəni isim verilib, ondan sonra da həmin ismin qarşı tərəfin bilməsi üçün ona bir təyin mudaf cümləsi kimi bir ifadə verilir. Misal üçün deyirəm, the answer to my question was very simple. Cavab deyəndə bilmir, heç kim bilmir mən hansı cavabdan danışıram. Amma vurğulayıram, to my question, mənim sualımın cavabı. Artıq bəlli oldu ki, hansı cavabdan danışıram, ona görə Z ilə işlənir. The answer to my question was very simple. Və yaxud da the color of the car was red. Maşın haqqında danışmışam, sonra rəngdən danışanda vurğulayıram. The color of the car was red. Maşının rəngi qırmızı idi. Of sözönlü yiyəlik halda Z artiklı. Bax, of həm yiyəlik hal düzəldir. Hər iki tərəfində isim gələn. Və eyni zamanda of sözönlü hissə, parça, çəki və ölçü vahidi bildirən sözlərlə of və sayılmayan və cəm isimlər gəlirdi ki, onlar EN artiklından işlənirdi. Bax, diqqət eləyin. Numerativ ifadələrdə EN işlənir, amma yiyəlik düzəldən the door of the room, yiyəlik düzəldən birləşmələrdə isə hər iki isim, əgər artiklla işlənən isimcə xüsusi isim, artiklsız işlənən xüsusi isim yoxdursa, hər ikisi Z ilə işlənəcək. The door of the room, the key of the car, a cup of tea, a pair of jeans. Diqqət elədiniz. Maşının açarı, the door of the room, otağın qapısı. Amma a cup of tea, bir fincan çay. İfadə eləyəndə də bir stəkan çay, bir fincan çay düzünə tərcümə olunur. Amma digərləri maşının açarı, tərsinə tərcümə olunur. A pair of jeans, bir cüt cins. İngilis dilində iki tərəfli isimlər həmişə cəmdə işlənirdi. Apostrof və yaxud da cəm olan isimlərdə S cəm şəkilçisindən sonra apostrof gəlir və yaxud apostrof S-li yiyəlik halındakı isimlər Z artiklı qəbul edir. Yəni artiklla işlənən isimdirsə, biz onu təyin edici kimi vermişiksə, demək ki, qarşı tərəf bilsin deyə hansı isimdən danışırıq, təyin edici vermişik. Deməli, o ismin özü müəyyən isimdir və əgər xüsusi isim deyilsə, artiklla işlənən isimdirsə, Z ilə işlədirik. The student's uniform, tələbənin uniforması. The actress clothes, aktrisaların paltarları. The children's toys, uşaqların oyuncaqları. Cümlədə feilin üçüncü forması və yaxud da qaydalı feil isə verb plus idi. Buna qrammatik olaraq participle to, yəni keçmiş zaman mənalı feil sifət deyirik. Və yaxud da
indiki zaman mənalı fe'li sifət, participle one və yaxud da verb plus ing forması və təyin budaq cümləsi ilə müəyyənləşən isimlər də z artiklı qəbul edir. Misal üçün, the ring, vergül, stolen yesterday müəyyənləşdi. Niyə? Üzük, dünən oğurlanan. Artıq dünən oğurluq hadisəsi haqqında məni dinləyən məlumatlıdır. Ona görə üzük dünən oğurlanan deyirəm. Dünən oğurlanan üzük was very expensive. Çox bahalı idi. Və yaxud the man, kişi, hansı kişi? Standing at the door. Standing at the door. Qapının yanında dayanan was his uncle. Onun əmsi idi. Standing verb plus ing-dir və the man sözünü təyin etdiyi, onu müəyyənləşdirdiyi üçün z artiklına işləndi man sözü. Student who asked the question was very diligent. Tələbə niyə müəyyəndir? Çünki baxın vergüldən və digər ikinci vergül arasında who asked the question, sual soruşan tələbə çox çalışqan idi. Tələbəni müəyyənləşdirdi, məni dinləyən bildi ki, o digər tələbələrdən yox, konkret olaraq o sualı soruşan tələbədən danışıram. Ona görə onu z artiklı ilə işlətmiş oluruq. Aşağıdakı sözlərdən əvvəl z artiklı işlənir. Yəni en artiklında olduğu kimi burada da müəyyən ifadələr var ki, o ifadələrdə hər zaman z artiklı olur. Təbii ki, istisnalar ola bilər. Same, eynim, əvəzlik bölməsində keçəcək, həmin, həmən mənasını verən işarə əvəzliyidir. Same deyil o əslində. Elə z same'dir. Hər zaman z ilə işlənir. Təbii ki, qarşısında artiklın işlənməsinə mane olan no, my, your, his, its kimi yəlik halda apostrof S-lə isim gələrsə, onun z-si düşər. Qalan digər bütün hallarda z same'dir. The previous, əvvəlki. Only sözü yeganə mənasında z only. Next, zaman bildirən sözlər xaric digər isimlərin qarşısında gəldiyi zaman the next door, the next bus, the next bus station kimi işlənir. Last axırıncı mənasında yenə zaman bildirən sözlər xaric digər isimlərin qarşısında gəldikdə z artiklı ilə işlənir. Whole hər zaman z ilə işlənir. The whole bütün, bütövlükdə mənasını verir. Following növbəti ardınca gələn hər zaman the following day, the following chapter, the following film və s. The same, the house, the same house, the last bus, the following page, the next station, the previous page, the whole lesson və s. nümunələr göstərmək olar. Lastla next bağlı sayarkən vurğuladım. Burada da yazmışıq. Last, next sözlərindən sonra zaman bildirən sözlər gələrsə article işlənmir. Next week, next month, next year, last night, last weekend. Amma normal isim gələndə bayaq dediyimiz kimi işlədirik. Bəzi sifətlərin qarşısında z artiklı işləndikdə substantivləşir. Əvvəl bayaq dediyi ancaq ismə aid olur. Bəzi sifətlərin qarşısında gəlir. O da yenə görünməyən, yazılmayan, amma anlaşılan isimləri ifadə edən artikl olmuş olur. Misal üçün, young, the young cavanlar, old, qoca, the old qocalar, blind, kör, the blind körlər, deaf, kar, the deaf karlar. The young sonuna es artırmaq, the old doğru deyil. Bu səhvi qəti şəkildə eləməyin. Milliyyət bildirən sifətlər z qəbul edərək cəm isim olur. Misal üçün, the Japans, Yaponlar, the French, Fransızlar, the English, İngilizlər. Sifətin üstünlük dərəcəsi z artiklı ilə işlənir. Biz sifət zərfi keçəndə zərfin deyil, yalnız sifətin üstünlük dərəcəsində mütləq z artiklı işlədirik. Amma orada isim olmasa da z işlənir. Amma artikl yenə də anlaşılan, başa düşülən, haqqında məlumat verilən ismə aid olmuş olur. The best, the fastest, the worst, the most interesting, the most expensive. Most sözündən sonra isim gəldikdə kəmiyyət olur. Yəni, ismin miqdarının çox hissəsini nəzərdə tutur.
Ona görə Z ilə işlənmir. Artikel qəbul etmir, kəmiyyət sözüdür. Amma most sifətin qarşısında gələndə sifətin üstünlük dərəcəsini düzəltdiyi üçün biz orada mütləq Z artiklı işlədirik. Misal üçün, most people çox insan, kəmiyyətdir. Most cities çox şəhər. Most students əksər tələbələr. Amma deyirəm, the most interesting, the most wonderful və yaxud da the most exciting və s. Sıra sayları Z artiklı ilə işlənir. Z first, Z third, Z fifth. Lakin sıra sayı zərf kimi işləndikdə artikel işlənmir. He came first. O birinci gəldi. Belə deyək də, sıra sayı hərəkətin sırasını bildirərsə artikelsiz işlənir. Sıra sayı ismin sırasını bildirirsə bu zaman onu Z artiklı ilə işlədirik. Kainatda və olduğumuz yerdə tək olan bir çox isimlər hamıya məlum olduğuna görə Z artiklı ilə işlədilir. The sun, günəş, the world, dünya, the moon, ay, the earth, yer kürəsi, the universe, kainat, the sky, səma, the weather, hava, the president, təbii ki, ölkədə vahid bir prezident olduğu üçün biz öz ölkəmizin nümayəndəsi ilə danışdığımız zaman prezident sözü müəyyənləşmiş isim olur. The flag biraz əvvəl nümunə göstərmişdik. The capital, paytaxt. The language, dil. The door, qapı. Olduğun mühitdə birinə qapını bağladığında artıq qapı müəyyən isim olmuş olur. The blackboard, the teachers, the table və s. Weather sözünün qarşısında sifət işləndikdə artikelsiz işlənir. Baxın, the weather deyirik, amma deyirəm cold weather. What və how ilə olan nida cümlələrinin mübtədası, yəni hər ikisinin sonunda gələn mübtəda xəbər hissəsində mübtəda əgər artikellə işlənən isimdirsə, mütləq Z artikel ilə işlənir. What a beautiful house the man bought. How beautiful the house is. Mübtəda xəbər. Mübtəda artikellə işlənən olduğu üçün Z ilə işlədir. Bizə mən sözü artikellə işlənə bilən isimdir. Z ilə işlənib. Heç vaxt nida cümlələrinin sonundakı mübtədalar EN artikeli ilə işlənmir. Ya artikelsiz olur, artikellə işlənməyən isimsə, yox, artikellə işlənən isimsə Z olur və yaxud da Z-nin əvəzinə onun ziz, zəziz, zoz formaları və yaxud da yelik əvəzliyi və s. işlənir. Amma sadəcə ismin özü işlənə bilməz, xüsusi adlar kimi. Play ifadəsi testlərdə tez-tez qarşımıza çıxan. Play the piano, play the guitar, play the quitter, amma play football, play card, play chess, play draft. Bunlarda isə artikel yoxdur. Play plus musiqi alətlərinin növü olanda Z artikeli ilə işlənir. Play the piano, play the quitter, play the violin, play the flute. Lakin play a musical instrument. İnstrument sözü olanda istər təyin edici ilə, istər təyin edicisiz artikeli işlənir. Play plus idman və oyun növü olanda artikelsiz işlənir. Play chess, play football, amma play a game deyə bilərik. Bəzi söz birləşmələrində mənasından və ya işlənmə qaydasından asılı olmadan Z artikeli işlənir. Artikelində dediyimiz kimi bəzi ifadələr var ki, orada Z artikeli sözün köküdür. Ona görə də biz orada Z artikelini hansısa qaydaya uyğunlaşdıra bilmirik. O birləşmə olaraq yadda saxlamalıyıq. Misal üçün, at the beginning of something, nəyinsə başlanğıcında. At the end of something, nəyinsə sonunda. At the present time, hal-hazırda. At the same time, eyni vaxtda. On the radio, radioda. At the weekend, həftə sonu. What is the matter? Nə olub? Orada, what is the matter? To tell the truth. Həqiqəti demək. Amma bu ifadədə to tell a lie olur. To tell the truth, to tell the time, to tell the story, amma to tell a lie olur. On the way, yolda.
In the end sonda. On the telephone telefonda. By the way yeri gəlmişkən. By the way ifadədir. In the middle ortada. At the age of, for example, at the age of 30. 30 yaşında. On the left solda. On the right sağda. On the other hand digər tərəfdən. In the morning səhər. In the afternoon. In the evening. In the original sözü. To tell the time. At the moment hal-hazırda. Gəlin buna aid testlərimizə baxaq. Z artiklına. Bundan sonra qalacaq sadəcə xüsusi isimlərin artiklla işlənməsi halları. They were born on same ifadəsi hər zaman Z artiklilə işləndiyi üçün they were born on the same day ifadəsi Z same olacaq. Cavab C. My sister began playing piano. Play piano ifadəsində Z işlənir. Z piano at an early age. Dedik ki early olanda biz orada artıq ofla olanda Z işlədirik. Amma age'in qarşısında of yoxdursa, sifət gəlibsə, onda an işlədirik. At an early age. Deməli, Z, an. British Museum, xüsusi isimlərdən danışanda deyəcəyik. British Museum, muzey adları Z ilə işlənir. Is one of largest, sifətin üstünlük dərəcəsi Z ilə işlənir. The largest libraries, world, dünya, vahid bir isim olduğu üçün Z ilə işlənir. Deməli, üçü də Z oldu. Buradan ağlımızda saxlayırıq. Muzey adları Z artikl ilə işlənir. Age of, baxın, bayaq dedik at an early age, amma of olanda Z olur. At the age of 15. Dickens often went to deməli, famous library of, oflu birləşmə olduğu üçün bayaq dedik, Z ilə işlədik. To the famous library of the British Museum, yenə də hər üçü Z artiklı olmuş olur. Air, hava, hər kəs tərəfindən bilindiyi üçün the air was fresh and the sun was shining brightly in the sky, üçü də Z olmuş olur. There was, biz dedik ki there was, Z-yə be ifadələrində birinci gələn Z-dan, Z-yə be-dən sonra gələn isim qeyri-müəyyəndir, o heç vaxt Z artiklı ola bilməz. Storm silent isim olduğu üçün, biz onu təkdə olduğu üçün eynənişləri there was a storm in the North Sea, şimal dənizi. Su hövzələrinin hamısı, dənizlər, okeanlar, çaylar hər zaman Z artiklı ilə işlənəcək xüsusi isimlər olsa da. Deməli, burada olacaq a storm və Z. Cavab B. Earth yer kürəsi 3 kainatda olan böyük səma cismi the moon, ay, the sun, günəş və earth yer kürəsi və yer kürəsini ifadə edən the world, dünya həmişə Z ilə işlənir. The earth, the sun ikisi də Z olmuş olur. Pass me, bax deyirəm ki bir süfrədə oturmuşuq, bir bizə deyirəm ki pass me the salt, duzu mənə ötür. Demək ki duz kimə yaxındırsa həmin adama müraciət edirəm, o da qarşısındakı duzu mənə ötürür. Çünki mən ona deyirəm, o nədən danışdığımı bilir və ötürür. Ona görə pass me the salt please, said the man. Artıq kimlənsə hansısa bir mövzunu nəql eləyirəmsə, orada danışan kişinin kim olduğu dinləyənə artıq məlumdur. Ona görə said the man olur bu cür ifadələrdə. Father, vergül, xitab var burada. Müraciət edirəm, deyirəm, ata, man has come again, ki yenidən gəlib. Yenidən gəlibsə demək ki, ata hansı kişidən danışdığımı bilir. Çünki biraz əvvəl daha gəlmişdi, getmişdi, deyirəm, yenidən gəlib. Ata, father, the man has come again, ki yenidən, həmin ki yenidən gəlib. Said the girl. Yəni, qız dedi ki, ata, həmin kişi yenidən gəlib. Gördünüz, həmin kişi. Ona görə Z və Z olmuş olur. Oldest, sifətin üstünlük dərəcəsi olduğu üçün dedik ki, sifətin üstünlük dərəcəsi Z ilə işlənir. The oldest part of London is called city. Deməli, London şəhərinin 3 hissəsi var. Onlardan biri city'dir. East End və West End. East End, West End və City hər biri Z artiklı ilə işlənir. It is an important part.
part of London. Baxın, hissə, kəmiyyət bildirir. Ona görə eynən işlədirik. An important qarşısında da sait səslə gələn sifət olduğu üçün biz orada an important part of London deyirik. Yəni the oldest the city, an important part of London olmuş olur. USA ölkə adları artiklsız işlənir deyəcəyik və onların əgər tərkibində state, federation, Emirates, Republic sözləri gələrsə Z ilə işlənir. Bundan əlavə olaraq xüsusi, mürəkkəb xüsusi isimlərin adları, baş hərfləri böyük hərflə yazılmaqla abbreviasiya deyirlər. Abbreviation formatında yazılan adlar hər zaman Z ilə işlənəcək. The USA is fourth, sıra sayıdır Z ilə işlənir. The fourth largest country in the world after Russia, Canada and burada Republic sözü gəldiyi üçün The Republic of China. Üçündə də, dördündə də hətta Z artiklı olmuş oldu. İndi isə gəldik sonuncu artiklsız işlənmə halları. Mənasından asılı olaraq bəzi isimlər sayılan tək olmasına baxmayaraq məcazi mənada artiklsız, həqiqi mənada isə en və yaxud z artiklı ilə işlənir. Misal üçün, school, college, university təhsil mənasında işləndikdə məcazi olur, bina kimi isə həqiqidir. Misal üçün, he goes to school, təhsil alır. Ona görə artiklsız işlədirik. Sayılan təksim olsa da. There is a school in our street, bizim küçədə bir məktəb binası var. Church, mosque, ibadət kimi məcazi, bina kimi həqiqidir. They go to mosque every Friday, ibadətə gedir. The workers repaired the mosque. İşçilər məscidi təmir etdilər, bina. Hospital, xəstə olmaq kimi məcazi, bina kimi həqiqidir. He was in hospital, o xəstəxanadaydı, artiklsız, deməli xəstə idi, məcazi. I went to the hospital to see him. Mən xəstəxanaya onu görməyə getdim. Artıq mənim bina ilə bir əlaqəm yoxdur. Mən xəstəni görməyə gedirəm. The hospital oldu. Niyə müəyyən oldu? Çünki onun xəstənin yatdığı xəstəxanadan söhbət gedir. Prison, məhkum olmaq mənasında məcazi, bina kimi isə həqiqidir. They were in prison. Onlar həbsxanada idilər, dustaq idilər. The prison was very cold. Həbsxana çox soyuq idi. The prison burada onların olduğu həbsxananın binasından söhbət gedir. Television, proqram kimi məcazi, əşya kimi həqiqidir. I watch television, yəni televizorumda təqdim olunan, yayımlanan proqrama baxdım. Artiklsız, I bought a television, mən bir televizor aldım, burada əşya mənasındadır. C, növbəti qrup sözlərə baxırıq. C, iş, səyahət mənasında məcazıdır. Su mənasında həqiqidir. He works at sea, o dənizdə işləyir. Amma deyirəm ki, he is swimming in the sea. O dənizdə üzür. Baxın, suyun içində üzür. In sözünü ilə verilir. Hətta dənizdə işləyir, at sea olur. Sadəcə, I am at work dediyim kimi at sea olmuş oldu. Bed, yatmaq kimi məcazi, əşya kimi həqiqidir. He is in bed. O yataqdadır, yəni yatır. The bed is near the door. Çarpayı qapının yanındadır. Burada əşyadır, Z ilə işlətdik. Radio, proqram kimi Z ilə, baxın, radio, proqram kimi Z ilə, əşya kimi en Z ilə işlənir. Yəni, bu o demək ki, radio əksər hallarda Z artiklı ilə işlənəcək. He listened to the radio. The radio was on the floor. Radio döşəmənin üstündə idi. Əşya kimi də Z ilə oldu. Nəqliyyat vasitələri by sözünü ilə artiklsız, qalan hallarda isə en və z artiklı ilə işlənir. Məsələn, by car, in a car, by bus, on the bus, by ship, on the ship, by plane, on the plane, by taxi, in a taxi, by train, on the train. Artikl sözünlərin keçəndə burada o hissəsində vurğulayacağıq. Taksi və car sözləri in artikl ilə işlənir. Digər nəqliyyat vasitələri on artikl ilə işlənir. Bütün nəqliyyat vasitələri by və artiklsız işlənir. Bir də piyada getmək on foot olacaq. O da əlavələrdə çıxacaq. Xitablar artiklsız işlənir. Boy,
Listen to me carefully. Children, uşaqlar. Be quiet, sakit olun. Uncle, əmi, please help me. Zəhmət olmasa mənə kömək elə. Xitab vergüllə ayrılıbsa cümlədən xitabdır və qarşısında heç bir artikel işlənmir. İsimdən sonra miqdar sayı və yaxud da onu digərlərindən fərqləndirən hərf gələrsə, qarşısında artikel işlənmir. Section A, page 19, platform 12, variant D, room 25, 21, sentence 5 və s. Bu da belə. İndi isə gəlin baxaq növbəti fəsillər və morning, evening, afternoon, midnight, noon, night, weekend sözləri ismi xəbər funksiyasında artiklsız işlənir. It was winter, qış idi. It is morning, səhərdir. It was night, gecə idi. Lakin bu sözlərin qarşısında late, early sözləri istisna. Digər sifətlər gələrsə, an artiklı işlənir. It was early winter. It was a cold winter. Early olanda early late xaric demişdik. Artikel yenə də işlənmir, amma it was a cold winter deyəndə cold sözü ilə, sifəti ilə artiklı işlədirik. İsmin qarşısında hər hansı bir əvəzlik və ya kəmiyyət sözləri olarsa, isim artiklsız işlənir. Burada all və boss istisnadır. All boss'tan sonra z artiklı işlənə bilir. A car, no car. The bag, my bag. The chair, neither chair. The city, which city. The book, all the book. The rooms, both the rooms olmuş olur. Xüsusi isimlərdə artiklın işlənməsinə baxırıq. Ad və soyadlardan və onların qarşısında işlənən titul, müraciət və vəzifə bildirən sözlərdən əvvəl artikl işlənmir. Misal üçün, John, Brown, Dickens, Mr. John, Dr. White, Professor James, Uncle Dan. Lakin cəmdə olan soyadlardan əvvəl z artiklı işlənir. Bu da bütöv ailəni bildirir. İsimlərdə bunu vurğulamışdıq ki, əgər bütöv ailədən danışırıqsa, Z Aliyevs, Z Hasanovs, Z Muradovs və s. Z Browns, Z Whites, Z Smiths. Z Brown doğru deyil. Z qarşısında gəlibsə mütləq sonunda cəm şəkilçisi olmalıdır. Həftənin günlərində, aylarda və bayram günlərində artikl işlənmir. Sunday, January, Christmas Day, Novruz Day və s. Ölkə, şəhər, rayon, qəsəbə və kənd adlarından əvvəl artikl işlənmir. Bakı, London, Azərbaycan, Frans, Italy. Lakin istisnalar var. The Netherlands, the Philippines, the USA, the United Kingdom, the USSR, the Arab Emirates, the Haga və Vatikan istisna hallardır ki, bunlar gördüyünüz kimi Z artiklı ilə işlənmiş olur. Ölkələr, Union, Kingdom, Republic, State sözləri ilə olarsa, yəni ölkə adlarından sonra bu ölkənin idarə etmə sistemlərinin dövlət idarə etmə forması gəlibsə, onda onun qarşısında Z işlədilir. The Dominican Republic, the United Kingdom, the United States. Materik, qitə və onların qarşısında işlənən cəhətlərdən əvvəl artikl işlənmir. Afrika, Asia, Texas, North America, Northern America, South Asia. Küçə, burada 4-də onu vurğulayım ki, əgər cəhətlərlə qitə arasında of sözünü gələrsə, o zaman Z işlənəcək. The North of America, the South of Africa olur. Küçə, park, meydan, yol, prospekt adları, yəni bina olmayan açıq sahələr artiklsız işlənir. Union Street, Times Square, Piccadilly Circus, Hyde Park, Fifth Avenue. Bina adları Z artiklı ilə işlənir. Misal üçün, The Odeon Cinema, The Hilton Hotel, The British Museum, bayaq testdə var idi. The Tate Gallery, The White House, The King Restaurant və Central Hospital. Lakin istisna binalar var ki, onları biz artiklla işlətmirik. McDonald's, Lloyd's Bank, St. Paul's Cathedral, Westminster Abbey, Buckingham Palace, Edinburgh Castle, Big Ben.
bu binalar testə düşür və bunların qarşısında artikel gəlmir, çünki istisna binalardır. Of sözünü ilə olan bütün yer adları Z artiklı ilə işlənir. The Bank of England, the University of Cambridge, the Nurse of America. Davam edirik. Sıra dağlar, ada qrupları var. Sıra dağlar, ada qrupları cəm halda, dağlar da cəm halda. Səhralar tək də olsa, çaylar, bütün tək cəm fərqi yoxdur. Dənizlər, okeanlar və bütün su hövzələri, kanallar Z artikli ilə işlənir. The Andes, the British Isles, the Sahara Desert, the Nile, the Black Sea, the Indian Ocean, the Suez Canal. Lakin tək dağ adları, zirvə adları artiklsız işlənir. Bir də tək adalar. Göllərin qabağında da lake sözü gələrsə, lake sözünün qarşısında heç vaxt Z artikli işlənməyəcək. Mount Everest, Scilly Island, Lake Xəzər və s. Fən və dil adları artiklsız işlənir. History, Geography, English, Chinese. Lakin of ilə birləşmələrdə və dillərdən sonra language sözü gələndə onların qarşısında Z artikli işlənir. The History of Azerbaijan, The Geography of Caucasus, Qafqazın coğrafiyası, The English Language, The Azerbaycan Language sözü gəldiyinə görə. Firma və şirkət adları artiklsız işlənir. Sony, British Airways, Mercedes və s. Bir sıra birləşmələr sabit olaraq artiklsız işlənir. Baxırıq. At first, in spite of, at home, in time, at last, in trouble, at least, keep in touch, at noon, make money, at once, on duty, at present, on foot, at midnight, on purpose, go to sea, at sea, on sale, by chance, on time, by heart, on TV, by mail, in detail, have fun, in fact, in advance, in general, by mistake, by accident, by bus, train, car və s. Bayna olanları dərsin içində də demişdik. Go to bed, in bed, go to church, mosque, go to school, college, university binalarla bağlı vurğulamışdıq. Go to work, işə getmək, go to prison, və yaxud da in prison, at night, in space, play football, chess, play ilə idman oyunlarını demişdik. Have breakfast, sahil mənsimlər, bu breakfast, dinner özəlliklə qarşısında sifət gəlməyəndə, gələndə bunlar da artikl işlənə bilirdi. Go to hospital, xəstə olaraq, to be in hospital, xəstə olaraq xəstəxanada olmaq artiklsız işlənir. Və bununla da artiklın qrammatika və dərs izahı hissəsi bitmişdir. Gəlin bir neçə testə də baxaq və dərsimizi yekunlaşdıraq. Onu vurğulayım ki, onlayn dərslərimizə və surət qruplarımıza yazılmaq üçün kanalımıza abunə olun və əlaqə nömrəsi ilə TikTok hesabımızda, Instagram hesabımızda və YouTube'da qeyd olunan nömrə ilə əlaqə saxlayıb dərslərimizə yazıla bilərsiniz. Sumqayıt şəhərində olanlar əyani şəkildə və kənar bölgələrdən olanlar isə onlayn surət qruplarımıza və yaxud da normal onlayn dərs qruplarımıza yazılıb ingilis dilini bizimlə 100% nəticə ilə öyrənə bilərsiniz. Gəlin bir neçə testlə baxaq və dərsimizi yekunlaşdıraq. Sun was high in the... Sun dedik günəş Z ilə işlənir. The sun was high in the sky when he heard voices in the forest. Hər biri Z ilə işləndi. The first thing we must do is to have some food and then go out for a long walk. Deməli, sıra sayı olduğu üçün Z ilə işləndi. For a long walk, uzun bir gəzinti isə E artiklından işləndi. Davamlı isə Güvən Test Bankının testlərindən işləyə bilərsiniz. Testi 20 test işləyin, yoxlayın, səhvlərinizi analiz edin, qrammatika kitabları ilə, bu bizim dərsimizlə. Səhvlərinizi başa düşün, növbəti 21-dən 40-a kimi işləyin, yoxlayın, səhvinizə baxın. Bir dəfəmə testi işləməklə siz səhvi səhv olaraq axıra kimi işləyəsiniz və öyrənmə prosesi zəifləyəcək. Hər birinizə uğurlar arzulayıram. İngilis dilini bizimlə öyrənin. Növbəti dərsimizdə görüşənədək. Xudahafiz.